Bu günləri mən sizə ağlınıza belə gəlməyəcək 3 dənə maraqlı sözü paylaşacağım fransız dilində. Birinci sözümüz olacaqdır kəfən sözü. Kəfən bilirsiniz, rəhmətə getmiş adamların üstünü bəliyirlər. Mələfədir, çıxoldur mələfədir və budur. Fransız dilində buna deyirlər le linceul, linceul. İkinci bir söz də vardı fransız dilində bunun üçün. Buna deyirlər le suaire, suaire. Kəfəndir. Ondan sonra ikinci bir sözümüz gəlir. Qulağın bu hissəsi. Qulağın aşağı hissəsi olur, bu bura. Buna deyirlər lobule və yaxud da lobe de l'oreille. Ob de l'oreille, ob de l'oreille və yaxud da lobül deyirlər. Azərbaycanda bilmirəm nədir bu. Qulağın bu yumuşaq hissəsi. Son ifadəmizdə görürsünüz, dırnağın bu hissəsində ağ yeri vardı, bura. Görürsünüz, bu ağ hissə, bura. Həmin bu ağ hissəyə lunül deyirlər. La lunül, la lunül. Azərbaycanda da bilmirəm, heç o nəyə uyğun gəlir. Bu sözlər zaten bir işinizə yaramaz. Sadəcə mənə özümə maraqlı gəldi, özüm təzə öyrənmişəm, ona görə paylaşıram sizlə.